Elmira adlı tamaşaçımız yazır ki, qohumlar arasında miras mübahisəsi o həddə çatıb ki, artıq ailə parçalanır. Hüquqi bölüşmə ilə yanaşı münasibətləri də qorumaq mümkündürmü? Əvvəllər mirasın qəbulu üç formada həyata keçirilirdi. İşin hallarından asılı olaraq qanun üzrə, vəsiyyətnamə üzrə və fakt üzrə. Amma Ali Məhkəmənin müvafiq qərarından sonra artıq o fakt üzrə qəbul istisna olunur. Yalnız qanun üzrə və vəsiyyətnamə üzrə mirasın qəbulundan söhbət gedə bilər ki, mənim adətən vəsiyyətnamə də qoymur miras qoyanlar təəssüf ki, və vəsiyyətnamə olmadığı təqdirdə tərəflərin yalnız, tərəflər dedikdə burada daha doğrusu vərəsələrin, birinci dərəcələr vərəsələrdən gedir söhbət ki, onların biri olmazsa o halda, daha doğrusu heç biri olmazsa, o halda ikinci dərəcəli vərəsəlik növbəlli şəkildə belə deyək də işə düşə bilər. Amma vərəsələri varsa, deyək ki, birinci dərəcə vərəsələr kimlərdir, biraz haşiyəyə çıxacağım icazənizlə. Miras qoyanın indi qadın kişi olmağından asılı olmayaraq əri və ya arvadı, valideynləri və övladları. Bunlar birinci dərəcə vərəsələrdir. Bacı, qardaş, nə bilim, xala uşağı və s. və axır. Bunlar növbəti dərəcə vərəsələrdir və zaten hər birinin bərabər şəkildə məcburi pay hüququ var. Və əlbəttə ki, tərəflər bunu bildikləri halda heç bir mübahisədən də söhbət gedə bilməz. Qohumlar arasında da münasibətlər qırılmaz, kəskinləşməz. Üzr istəyirəm, adətən bunu münasibətdən tənzimləməyə çalışırlar ki, mən səndən daha yaxın idim ona filan kimi mübahisələr. Bu suala həmişə belə cavab verirəm. İcazə versiniz buna da belə cavab verəcəm. Miras əmlakda vərəsəlik hüququ üçün fərqi yoxdur. Oğlan övladıdır, qız övladıdır, evin böyüyüdür, evin kiçiyidir, evlidir, subaydır, uzundur, qısadır, arıqdır, kökdür, varlıdır, kasıbdır, Azərbaycan vətəndaşıdır, qeyri-Azərbaycan vətəndaşıdır. Əmlakdan gedirsə söhbət, o evdə daimi pasport qeydiyyatında idi, o evdə qeydiyyatda deyil idi, evlənmişdi, subaydı, nə bilim, boşanmışdı, duldu, heç bir fərq yoxdur. Sadaladığım vərəsələr hər biri məcburi pay hüququna malikdirlər. İstisna burada iki halda ola bilər. Ya miras qoyan belə deyək ki, misal üçün kişidir, əmlakı var idi, vəfat etdi. Həmin əmlak birgə nikah dövründə əldə olunubsa və vəfat etdiyi zaman rəsmi nikahı var idisə, 50% zaten həyat yoldaşına düşür, arvada və ya kişiyə. Yerdə qalan 50% isə digər vərəsələr arasında bölünür. Digər vərəsələr kimlərdir? Qeyd elədiyim kimi, əgər sağdırsa, varsa atası, anası, əri, arvadı və övladları. Yəni, gördünüz, həyat yoldaşı da yenə digər hissiyə 50%-ə yenə məcburi pay hüququna sahibdir. Bunu biləndən sonra hər hansı bir münasibətin gərginləşməsindən söhbət getməsi mümkün deyil. Deməli, problem nədədir? Hər zaman qeyd etdiyimiz kimi. Hüququ bilməməkdə, hüquq təfəkkürünün olmamalında təəssüf ki. Bəli, dəyərli izləyicilər, ona görə də biz hər dəfə deyirik ki, biz sizin üçün çalışırıq, maariflənməyiniz üçün çalışırıq. Hüquqlarınızı bilin ki, ən güclü tərəf siz olasınız.